10 illər boyu 70 ildən çox Məmməd Əmin Rəsulzadələrin dalıca danışanlar indi Fəzail Ağamalı kimlərin dalıca danışmağa yasa qadağa qoyurlar. Nə oldu? İş tikənə keçdiniz. Əlinizdəki süngünün arxanıza doğru uzandığını bilmirdiniz. Gəray bəyin Cəlala dediyi "söy mənim qəbrimə" ifadəsini xatırlamırsınız. Stalin Lenini, Xruşov Stalini, Brejnev Xruşovu, Andropov hamısını, Çernenko hər kəsi, Qarbaçov çoxunu goruna görə təksib etmirdimi? Diriliyində kim kimin dilini kəsdi ki? Əsil ölənin dalıca danışarlar. Qalanlar eşitsinlər deyə ibrət götürüb nəticə çıxarsınlar. Ağı qaradan, pisi yaxşıdan seçsinlər. Kənarda dayanıb tonqalda əl qızdırmağa nə var ki? Vay yananların halına. Yeyir, talayır, dağıdır, ölür, dalıca danışmaq olmaz. Qanununu kim qoyur? Ölümü isə gözünün qabağını almır. Allahlıq iddiası eləmək çox asandır. Allah olmaq çətindir. 70 il Rəsulzadələr söyüldü, onda ölünün dalıca danışmaq olardı dövlət səviyyəsində, telekanallarda, bədii ədəbiyyatda, teatr tamaşalarında. Heç gorları çatlamadı. Qorxurlar ki, ağamalların gorları çatlaya. Ənkir-mənkir gor çatlatmaq üçün deyirlər. Rəqib və ətid mələkləri insanı sorğu-suala çəkəcək. Bax onda bu dünyadakı qarğışlar, ahnalələr kara gələcək. Dillər lal olacaq, əməllər danışacaq. Özü də mizan tərəzidə. Səbir Allahın adıdır və dərgahında hamını gözləyir. Əgər qarğış və nalə olmasaydı, ölüyə yaş tutmaq ləğv olunar, ağı və qarğışlar isə şifai xalq ədəbiyyatının bir növü kimi inkişaf etməzdi. Ölənə rəhmət, diriyə lənət sözü hər iki mənada işlənməzdi. Şah-Abbas cənnət məkan adlanmazdı. Yezidə lənət oxunmazdı. Onda biz Babəki asanlara, Nəsiminin dərisini soyanlara bəlkə haqq qazandıraq. 100 minləri qanunsuz və məhkəməsiz güllabaran edən, repressiya törədənlər, söyüşə özləri gələnlər deyillərmi? Niyə də söyülməsinlər? Yaxşıya pis, pisə yaxşı demək, ağı qaradan seçmək anlamına gəlir. Ölüyə lənət də deyərlər, rəhmət də, yaşadıkları həyata görə.